Pərviz, Sağ ol. həmişə Rəşadla yan-yanaydın. Bugün keçən dəfə də alınmadı. Niyə Rəşadla bir yerə gəlmirsiniz? Niyə alınmır? Bəlkə aranız dəyib. Yo, Allah eləməsin, Rəşad dostumdur mənim, qardaşımdır, buradan salam O iki nəfər var idi, onlar da bir gəzirdilər. Adı nə idi onların? Meyxana deyənlərin heç kim bir-birinə gəzməyib, qatıb qaçdırma. Elə gəldi, yan-yana gəzirdi, o mənada. Yan-yana meyxana deyərlər də. Hə, yan-yana, yəni bütün günü gəzirsiniz də, yan-yana olursunuz, onu demək istəyirəm. Sən hara vurub çıxardırsan? Sən nə demək istəyirsən, mən onu bilirəm. Sən kimi deyirsən? Bir dəqiqə, qurt sakit ol, o imtihandadır hələ. Kimi demişdin? Sağ ol, mən... Adı nə idi o? Kimlə kimi? Akşi ilə Erşən... Ya meyxana deyənlərin arasında duetlər olub. Akşi ilə Erşən yan-yana olublar həmişə. Bir dəfə səndən soruşublar, sən nə cavab vermişsən, niyə ayrılırlar, nətər demişsən ondan? Mən elə bir söz deməmişəm. Yalan danışmıyorum, bayaq nə dedim bayaqda? Yo, bayaq da Bayazda xanım üstünə düşmüşsünüz ki, bu şehir sizindir. Bayazda xanım görürsünüz. Elza xanıma soruşdum, Elza xanım dedi mənim. Mən hər dəfə söz verirəm ki, Zarbir də sənə verişmə gəlməyəcək. Niyə elə? Elza xanım... Amma ki... Yo, əksinə gəlmək lazımdır ki, bu gəlmək lazımdır. Pis elədim ki... Düz elədin, açıqlama verdin ki... Siz dediniz mənim şeirim Əslində deyil. o şeirlər məni heç maraqlandırmır. Çünki niyə görə? Elza xanım, sizi xətrinizmət dünyaya qədər çox istəyirəm. Sərdən gözəl görəcək deyirəm, amma hamısı havayı demirəm, olanlar olduğu kimi söyləyirəm. Qulaq as, qardaş, nətər demişlər Erşənlə kimi? Akşi ilə Erşənim. Nətər demişlər, niyə ayrıladılar, nətər olmuşdu? Ay qardaş, kişi kişidən ayrılmaz, onu kim çıxardı böyle? Demədim, bu ayrı nətər dedin sən? Ay, indi mən bu ayrıda sənə çox şey demişəm, onları deyəcəksənsə mən onu deyim. Hə, de onu. Onları deyəcəksən. Nətər olar deyəcəm? Bu ayrıda çox söhbət edirik, onu niyə qatıb qaçdırırsan efirə? Qardaş, dedin də, dedin ki, belə mən dedim ona görə. Qurt nətərsən, kefin nətərdir belə? Bax, ona görə də danışmıram mən. Bilirəm ki... Görürsən, bu ayrıda Kefin söhbət edirik. necədir sənin? Yaxşıdır, çox sağ ol. O bilir artıq, sən niyə danışırsan? Bugün qardaş yenə də diskotek olacaq. Həmişəki kimi. O nə idi, o qızı çıxartmışsan orada, klip nə bilim belə, o baxlası, o efirə verə bildin. Yəni sən qızı soruşsan, yoxsa klipi soruşsan? Klipi də soruşdum, qızı da soruşdum. Bunlar hamısı hazırlıqlı gəliblər, bunlar. Bunlar bugün bilirlər ki, imtahan verəcəklər, hamısı hazırlıqlı gəliblər. Yaran qoymuşsan, demişsən, Bayardinə söhbət eləmişik, mənim Erşən də dostum. Deyəcəm onu, sən sakit ol, mən deyəcəm, onunla rahat olma, heç narahat ol. Yəni o bizim... Ürəyin buz kimi saxla. Mənim ürəyim buz kimidir, qulaq as mənim. Mən bütün meyxana deyənlərin arasında özünə məxsus öz aralarında bayağı zarafatları var. Yəni onları nə efirdən, nə... Mənə demirsən, mənə deyəcəm efirə. Səni kişi bildim, kişi kimi söhbət elədik Bayarda. O kişilərin söhbətini burada qız gəlin var. Efrət bəzilərində var o dediyin, o da qarşındadır. Gəl. Qurt, alqışlayak qurdu. Gəlsin qurtdan bir ifa, gözəl ifa. Hələ Pərviz bilmir, hara gəlib. Onu başa salacaq. Biraz sonra o məsələni kişi kimi efirə deyəcəm. Bayaq dedim ki, həmin məsələni açacağım. Şok, şok, şok. Yəni söhbət etdik və dedim ki, bunu efirə deyək belə elə. Dedi, yaxşı deyinən, sonradan yəni reklam arası dedi. Deməli, çöldə bu söhbət oldu. Akşinlə Erşən Xəzər niyə ayrıldı? Bu da güldü ki, sən ailə söhbətinə qulaq asma. Mən də başqa şey başa düşdüm, güldüm. Sən demə, qardaş demək istəyirmiş. Meyxana deyənlər də hamı bir ailədir, bir qardaşdır bir-birinə. Dostu, sən başqa şey başa düşmüşsün. Yox. Sən o qurd ləqəbini ver ona. Qurtduyam, ha? Yox, yox.